Herkese salam. Növbəti faydalı videoma xoş gəlmisiniz. Müasir dövrdə elektron hökumət xidmətlərindən sürətli və maneəsiz istifadə etmək hər birimiz üçün vacibdir. Bugün sizlərə bütün dövlət qurumlarının rəqəmsal xidmətlərini özündə birləşdirən mygov.id.gov.az portalında şəxsi komitet giriş qaydalarını ətraflı şəkildə təqdim edəcəyim. Videomuzda vətəndaşlar üçün əlçatan olan 3 əsas giriş üsulunu ardıcıllıqla nəzərdən keçirəcəyik. 1. Sima imza mobil tətbiq ilə giriş. 2. MyGov mobil tətbiq ilə giriş. 3. Asan imza vasitəsilə şəxsi kabinetə daxil olma qaydası. Hər 3 üsulun işləmə prinsipini öyrəndikdən sonra siz özünüzə ən uyğun olanı seçərək portalın imkanlarından tam rahatlıqla istifadə edə biləcəksiniz. Keçək prosesi əyani şəkildə izləyək. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Burada axtarış yerinə MyGov ID yazırıq. MyGov ID. İlk çıxan yazıya toxunuruq. Sol tərəfdə yuxarıda MyGov ID yazılan yerə toxunuruq. Sağ tərəfdə yuxarı daxil olun yazısına toxunuruq. Deməli, birinci Sima imza mobil tətbiq ilə giriş qaydasını inşallah göstərəcəm. Onun üçün digər üsullar seçirik. Baxırsınız. Sima imza ilə. Sima imza ilə yazılan yerə toxunuruq. Deməli, mən videonu telefonda davam edirəm. Sima imza, baxırsınız, mobil tətbiqini açırıq. Deməli, Sima imzanın aşağısında sol tərəfdə əsas səhifə yazılan, əsas səhifənin sağında qırı, yəni QR kod yazılan bölmə var. Həmin bölməyə daxil oluruq. Deməli, kompüterin ekranda gördüyünüz QR kodla telefondakı QR kodu skan edirik. Baxırsınız. Təsdiqləyirik. Sima imzadan qeydiyyatdan keçən vaxtı deməli tətbiq etdiyimiz kodu, 6 rəqəmli kodu daxil edirik. Yenidən təsdiq edirik. Və budur. Baxırsınız. Kompüterin ekranında anında şəxsi kabinetimizə daxil oldu. Deməli, bu Sima imza ilə giriş qaydası idi. Buradan deməli çıxırıq. Yenidən daxil olun yazısına toxunuruq. Baxırsınız, indi MyGov proqramından şəxsi kabinetə daxil olma qaydasını göstərəcəm inşallah. Ekranda baxırsınız, MyGov'un QR kodu çıxdı. Telefonda MyGov proqramını açırıq. Deməli, MyGov proqramının aşağı hissəsində yenə qırı skan, yəni QR kod olan hissəyə toxunuruq. Və kompüterin ekranda çıxan QR kodu skan edirik. Təsdiqləyirik. İcazə ver yazısına toxunuruq. Və baxırsınız. Kompüterin ekranda yenə şəxsi kabinetə daxil oldu. Deməli, MyGov mobil tətbiqindən giriş qaydasında Allahın izindən izah elədim.
Yenidən çıxırıq. Daxil olun yazısına toxunuruq. Digər üsullar seçirik. Baxırsınız, asan imza ilə yazılan hissəyə toxunuruq. Burada birinci növbədə mobil nömrə olan yerə prefiks, yəni nömrənin hansı mobil operatora aidsə onu əlavə edirik. Sonra nömrəmizi əlavə edirik. Asan imza nömrəsini əlavə edirik. Sizdə ola bilər, yəni məndə Baksildir asan imza nömrəsi, NAR və yaxud da SIM nömrəsi də asan imza nömrəsi ola bilər. Aşağı tərəfdə istifadəçi ID'si, yəni asan imzada əlavə etdiyiniz kod, giriş kodu 6 rəqəmdən ibarətdir. Həmin kodu daxil etməlisiniz oraya. Asan imza alarkən həmin o 6 rəqəmli giriş kodu, onu giriş kodu təqdim edirlər sizə. Həmin kodu istifadəçi ID'si yazılan bölməyə əlavə etməliyik. Əlavə edəndən sonra daxil ol yazısına toxunuruq. Nömrəmizə anından kod gəlir. Təsdiqləyirik və asan imza nömrəsi alarkən asan imza PIN1 kartçıkanın üzərində olur. Asan imza PIN1 kodunu, 4 rəqəmli koddur. Onu daxil edirik. Təsdiqləyirik. Baxırsınız, anında yenidən şəxsi kabinetimizə daxil oldu. Deməli, Allahın izindən 3 giriş qaydasında izah etdim və şəxsi kabinetə daxil olandan sonra burada olan elektron xidmətlərdən dediyim kimi rahatlıqla istifadə edə bilərsiniz. 3 giriş qaydasını əyani şəkildə göstərdim. Ümid edirəm ki, videom 3 giriş qaydasını deməli mygov.id.gov.az rəsmi dövlət platformasına Sima imza ilə, MyGov proqramı ilə və asan imza ilə giriş qaydalarını izah etdim. Ümid edirəm ki, videom sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.